Elə bir səhih rəvayətə rast gəlmisinizmi ki, həmin rəvayətdə deyilsin ki, Əli ibn Əbi Talib radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlik dövründə 23 il dost, qardaş olduğu, çox sevdiyi, daim təriflədiyi o 3 Raşidi xəlifəni Əbu Bakır, Ömər və Osman radiyallahu anh və ya onlardan birini lənətləmiş olsun. Elə bir rəvayətə rast gəlmirsinizmi? Mən rast gəlməmişim. Əksinə, məşhur kitabdır Nəhcül Bələğə. Bu kitabda başdan axıra qədər oxumuşam. Əli ibn Əbi Talib radiyallahu anh'ın bu 3 Raşidi xəlifəni təriflədiyini görmüşəm. Hətta onların xilafətinin düzgün yolla seçim olunduğunu, xəlifə seçildiyini etiraf etdiyini, təsdiqlədiyini də o kitabda görmüşəm. Bu, o deməkdir ki, Əli ibn Əbi Talib radiyallahu anh bu 3 Raşidi xəlifə ilə dost idi. Onları sevirdi. Onları tərifləyirdi. Və onların vəfatından sonra onlara rəhmət oxuyurdu.